Birinci danışacağıq inşallah fevral inqilabından. Rusiyada 1917-ci ildə 2 dənə inqilab baş verib. 1917-nin fevralında fevral inqilabı baş verib. Bu inqilabın nəticələri Rusiyada nə olub, Azərbaycana təsiri nə olub, onu danışacağıq. Sonra 17-ci il oktyabr inqilabı, oktyabr inqilabının təsiri necə olub Rusiya və Azərbaycan, ondan danışacağıq. Biz danışaq fevral inqilabından. Fevral inqilabı 1917-ci ilin fevral ayında baş verdi. Bu inqilab nəticəsində Rusiyada ilk növbədə 2-ci Nikolay hakimiyyətdən devrildi. Birinci bunu da saxlayaq. 2-ci Nikolay da hansı sülalədən idi? Romanovlar sülaləsindən idi. Romanovlar da devrildi. Əgər Nikolay devrilibsə, Romanovlar hakimiyyətdən devrilibsə, demək bunlar necə hakimiyyətdə idilər? Mütləqiyyət hakimiyyəti idi bunlarda, mütləq monarxiya idi. Demək Rusiyada mütləqiyyət də devrilib bu inqilab nəticəsində. Mütləqiyyət devrildi. Və inşallah bu nəticələrdən başqa biz bu nəticəni də bilməliyik ki, fevral inqilabı nəticəsində Rusiyada hakimiyyət keçdi iri burjuaziya və mülkədarların əlinə. İri burjuaziya və mülkədarlar. Demək olar, fevral inqilabının Rusiya üçün nəticələri nədir? Qulaq asın. Bu da nəticələr. 1. Romanovlar devrildi. 2. 2-ci Nikolay hakimiyyətdən devrildi. 3. Mütləqiyyət devrildi. 4. Rusiyada hakimiyyət keçdi iri burjuaziyanın və mülkədarların əlinə. İndi özü təsəvvürlü fikirləşin. Hakimiyyət devrilib. Ölkəni idarə eləmək üçün yeni bir hakimiyyət forması lazımdır axı. Düzdür? Baxaq görək Rusiyanı fevral inqilabından sonra hansı orqan idarə edib? Fevral inqilabından sonra hakimiyyət devriləndən sonra Rusiyanı idarə etmək üçün müvəqqəti hökumət quruldu. Adından da görsəndiyi kimi bu hökumət müvəqqəti idi. Yəni daimi hökumət qurulana qədər fəaliyyət göstərəcəkdir. Müvəqqəti hökumətin fəaliyyət dövrü yaranması tarixi 1917-ci ilin 2 mart tarixindədir. 2 martda. İndi təsəvvür edin, belə bir dənə sual verim sizə. Rusiyada qurulmuş o Moskvada, Peterburqda qurulmuş müvəqqəti hökumət bütün imperiya ərazisini tək başına idarə edə bilər? Yox. Həmin hökumətin bölgələrdə nəyi olmalıydı? Nümayəndəlikləri olmalıydı, filialları olmalıydı. Baxaq indi görək biz ki, Rusiyada müvəqqəti hökumətin Bakıda olan nümayəndəliyi hansı idi? Danışaq fevral inqilabının Azərbaycan üçün nəticələrindən. Fevral inqilabının nəticəsində Rusiyanı idarə etmək üçün yaradılmış müvəqqəti hökumətin Bakıda yerləşən nümayəndəliyi. Müvəqqəti hökumətin Bakı nümayəndəliyini bilək. Bakı nümayəndəliyi belə adlanır uşaqlar. İTİK, yəni İctimai Təşkilatların İcraiyyə Komitəsi. İctimai Təşkilatların İcraiyyə Komitəsi yaradıldı. Bu təşkilatın yaranma tarixi yenə 17-ci, dərsi 18-cində olan bütün hadisələr 17-ci ildir. Bu İTİK-in yaranma tarixi isə 4 martda idi. İTİK-in mənası nədir? İctimai Təşkilatların İcraiyyə Komitəsi. İTİK niyə yaradılmışdı? Müvəqqəti hökumətin Bakı filialı idi. Bakıdakı nümayəndəliyi idi. Bakıda görən gözü idi. Bütün baş verən prosesləri bu İTİK məlumat verirdi müvəqqəti hökumətə, Rusiyanın mərkəzinə. İTİK-in tərkibində 2 nəfər rəhbərliyi ruslar idi, qeyri-Azərbaycanlı idi. Tərkibində 2 nəfər Azərbaycanlı var idi. Biri Azərbaycanlı, hamının yaş tanıdığı Məmməd Əmin Rəsulzadə. İTİK-in tərkibində olan digər Azərbaycanlı isə Məhəmməd Həsən Hacınski. İTİK-in gördüyü 2 dənə iş var. İTİK-in fəaliyyət dövründə 4 martda yaranmadı. Yazıram sizə bunun fəaliyyət dövrü. İTİK fəaliyyət göstərib 4 martdan 22 noyabra qədər. Tərkibində 2 nəfər Azərbaycanlı var, düzdür? 2 dənə vacib iş görüb. İTİK-in gördüyü tədbirlər. 1. Bakıda sənaye rayonlarında 8 saatlıq iş günü elan edib. Bütün Bakının sənaye müəssisələrində 8 saatlıq iş günü elan edib. 1. İkinci gördüyü iş budur ki, İTİK sahibkarlarla fəhlilər arasında barışıq komissiyaları yaradıb ki, bunlar mübarizə aparmasınlar. 8 saatlıq iş günü və barışıq komissiyaların yaradılması İTİK-in fəaliyyət dövrünün ən vacib fəaliyyətləri idi. İnqilabın Rusiya üçün, idarəçi üçün nəticəsi və Azərbaycan idarəçi üçün nəticəsini danışdım sizə. İndi danışaq bu inqilabın Azərbaycana digər təsirləri. İnşallah, Rusiyada inqilab nəticəsində 2-ci Nikolay devrildi hakimiyyətdən. 2-ci Nikolay devriləndən sonra Azərbaycana demokratik hərəkət güclənir. Axı 2-ci Nikolay bizim partiyalarımız falan təqib edirdi. Bəzi partiyalarımızı ləğv eləmişdi. Qoymurdu, imkan vermirdi demokratik mübarizəyə. Qəddar hökmdar idi. O devriləndən sonra belə bir dənə cümlə deyirəm sizə. Azərbaycanda fevral inqilabı nəticəsində demokratik hərəkat nə oldu? Gücləndi. Demokratik hərəkat gücləndi.
Demokratik hərəkət güclənməsi nə deməkdir? Yəni partiyalarımız artıq sərbəst fəaliyyət göstərməyə başladılar. Bəzi partiyalarımız ki, ləğv olunmuş, təzədən bərpa olundular. Gizli cəmiyyətlər açıq fəaliyyətə başladılar. Yəni demokratik hərəkətin güclənməsinin sözünün mənası budur. Həmçinin də bu inqilabdan sonra Azərbaycanda yenə də partiyalarımızın rəhbəri hansı partiya idi? Öndə gedən hansı partiya idi? Müsavat partiyası. Yəni Müsavat partiyası liderliyi götürdü öz öhdəsinə və yenə Müsavat partiyasının fəaliyyəti genişləndi. Bunu da deyim sizə. Fevral inqilabından sonra tez-tez sual düşür ki, Azərbaycanda yaranmış yeni bir partiya hansı partiyaydı? Fevral inqilabından sonra Azərbaycanda təzə bir dənə partiya yarandı. Partiyanın adı budur. Türk Ədəmi Mərkəziyyət Partiyası. Türk Ədəmi Mərkəziyyət Partiyası. Bu partiya yaranıb nə vaxt? Baxın, inşallah tarixlər çox bir-birinə yaxındır ya. Tarixləri əzbərləmək lazımdır gününə kimi. Məsələn 2 martda hadisə dedim sizə, 4 martda hadisə dedim. Hadisələr çox yaxındır. Gün söhbəti var burada. Bu hadisələrin gününə qədər öyrənmək lazımdır. Türk Ədəmi Mərkəziyyət Partiyası yaranma tarixi kitabda bu cür yazır. Martın sonudur. Yaradıcısı Azərbaycanın məşhur ziyalısı Nəsib bəy Yusif bəylidir. Yarandığı yer Gəncədir. Testdə sualdır ki, Türk Ədəmi Mərkəziyyət Partiyası hansı partiyanın proqramı ilə çıxış edirdi? Azərbaycanın Gəncədə yaranmış ilk partiyası hansı partiyadır? Qeyrət Partiyası. Türk Ədəmi Mərkəziyyət Partiyası Qeyrətin proqramı ilə çıxış edirdi. Yəni, Qeyrətin proqramı bunun öz proqramı idi. Məqsədləri də Müsavat Partiyasından eyni idi. Bu da muxtarət istəyirdi, Müsavat da Azərbaycanın muxtarətini istəyirdi. Bu da bizim azadlığımızın sonuna tərəfdarı idi, onlar da bizim azadlıq tərəfdarı idi. Yəni, məqsədləri Müsavatla eyni idi. Məhz Türk Ədəmi Mərkəziyyət Partiyasının məqsədləri Müsavatla eyni olduğu üçün 1917-ci ilin iyun ayında 2 dənə partiya birləşirlər. Və birləşəndən sonra partiyanın adları da birləşir. Belə adlanır. Türk Ədəmi, qısa yazıram, Mərkəziyyət Müsavat Partiyası. Adları da birləşdi. Birləşmə səbəbləri nə idi? Məqsədləri eyni olduğu üçün. Nə vaxt birləşdilər? İyun ayında. Baxın, bu tarixləri yada saxlamaq lazımdır. İyun ayında. Bu fevral inqilabından sonra Azərbaycanda yaranmış yeni bir partiya haqqında sizin məlumatınız idi. Gəncədə yaranıb, bax, bunu da bilir. Növbəti bir dənə cümlə deyirəm sizə olaraq. Fevral inqilabından qabaq Azərbaycanlı demokratlar hərə öz üçün mübarizə, ayrı-ayrıdan mübarizə aparırdılar da, hər partiyanın öz proqramı var idi. Amma fevral inqilabından sonra bizim ziyalılarımız dərk elədilər ki, vahid məqsəd üçün mübarizə aparmaq üçün birləşmək lazımdır. Ona görə Azərbaycanda olan bütün partiyalar, şuralar hamısı birləşdilər. Və fevral inqilabından sonra Azərbaycanda yavaş-yavaş milli şuralar meydana gəlməyə başladı. Milli şuralar, millətin şuraları. Bu şuralar necə meydana gəlirdi? Partiyalarımızın birləşməsi nəticəsində. Birlik nəticəsində bu şuralar təşkil olunurdu. Məsələn, həmin müsəlman milli şuranın yaranma tarixi 1917-ci ilin 27 mart tarixindədir. 27 mart tarixində Azərbaycanda bir dənə müsəlman milli şurası adlanan böyük bir dənə milli şura meydana gəldi. Bu şuranın içində əsas rol oynayan partiya Müsavat Partiyası idi. Ümumiyyətlə bunu yadda saxlayın. Azərbaycanda fevral inqilabı və ondan sonraki proseslərdə Müsavat Partiyası liderdir. Öndə gedən partiya Müsavat Partiyası. Rəhbər də kim idi? Məmməd Əmin Rəsulzadə. Bunu bilirik. Belə bir dənə cümlə deyim sizə. Fevral inqilabı Azərbaycanda olan nəinki bizim milli qüvvələrin fəallaşmasına səbəb olmuşdu. Bizə düşmən qüvvələr də bizə qarşı fəallaşmışdılar fevral inqilabından sonra. Bizim düşmənlərimiz də bizə qarşı fəallaşmışdı. Azərbaycanda olan Azərbaycan xalqının düşmənləri kimlər idi? O şəxslər, o qrupları yazaram seçsin. Baxın, birinci bolşeviklər. Sonra menşeviklər. Daşnaklar. Daşnaklar bilirsiniz də ermənilərdir. Eserlər. Bunlar Azərbaycanda fəaliyyət göstərən Azərbaycana qarşı olan qüvvələri idi. Məhz fevral inqilabından sonra bizim bu düşmənlərimiz də birləşdilər və 1917-ci ilin 6 Martda, baxın gör necə yaxın tarixlərdir. 6 Mart tarixində Bakı Fəhlə Deputatlar Sovetini bərpa etdilər. Düşmənlərimiz bərpa etdilər. Baxın bura, belə bir dənə haşiyə çıxıram seçin. Bakı Fəhlə Deputatları Soveti 1905-ci ildə yaradılıb. Keçmişik biz bunu. Noyabr ayında. Niyə yaradılmışdı? Bakıdakı fəhlə tətillərini idarə eləmək üçün. Sovet sözünün mənası şura deməkdir. Amma bir neçə aydan sonra 1906-cı ilin fevralında ləğv edilmişdi. Və ləğv idi.
1917-ci il fevral inqilabından sonra 6 martda bu Soveti, yəni Bakı Fəhlə Deputatlar Soveti, qısa adından Bakı Sovetini, Bakı Sovetini Bolşevik, Menşevik, daşnaq əsərlər, Bakıda olan, bizə müxalif olan qüvvələr bərpa elədilər. Və Bakıda hakimiyyətə ələ keçirmək üçün başladılar mübarizə aparmağa. Əsas da mübarizə apardıqları təşkilat Musavat idi. Çünki Bakıda əhalinin çoxu Musavatın tərəfində idi. Bunlar Bakıda hakimiyyətə ələ keçirmək üçün Musavatla mübarizəyə başladılar. Musavat partiyası da gördü ki, bizim düşmənlərimiz açıq bizə qarşı fayda başlayıblar. Ona görə Bakı Sovetinin tərkibindən Musavat uzaqlaşır. Deyir ki, mən düşmənlərlə fəaliyyət göstərə bilmərəm. Əvvəl Bakı Sovetində Musavat partiyası da olub, amma sonradan uzaqlaşır. Niyə? Çünki düşmənlərimiz idi burada. Bizim antimilli qüvvələrimiz idi. Antimilli qüvvələr deyərkən, yəni Bolşeviklər, Menşeviklər, SR-lər, daşnaqlar, bunlar bizim antimilli qüvvələrimizdir. Millətimizə qarşı olan qüvvələr idi. Aydındır. Demək ki, fevral inqilabı nəinki Azərbaycan milli qüvvələrinə, hətta qeyri-milli qüvvələrin də fəallaşmasına səbəb olub. Bunu da bilmək lazımdır. Danışım indi digər məsələdən. Fevral qutarım dərsin. Fevral inqilabından sonra nəinki Azərbaycanlılar, hətta Azərbaycanda olan və Qafqazda olan müsəlmanlar da fəallaşıblar, uşaqlar. Müsəlmanlar da fəallaşıblar. Və fevral inqilabından sonra 2 dənə müsəlman qurultayı keçirilib. Birincisi belə adlanır: Qafqaz müsəlmanlarının qurultayı. İkinci qurultay isə Rusiya müsəlmanlarının qurultayı. Qafqaz müsəlmanlarının qurultayı birinci qurultayı tarixdə. Amma Rusiya müsəlmanlarının biz 3 dənə qurultayını keçmişik. Nijni Novqorodda birinci qurultay 1905-də, ikinci Peterburqda, üçüncü Nijni Novqorodda keçmiş yazı ələri 1905-6-cı illərdə. Orada müsəlman ittifaqı da yaradılmışdı. İndi qulaq asın bura. Qafqaz müsəlmanlarının qurultayı keçirildi 1917-ci ilin aprel ayında. Qısa deyəcəm sizə. Bakıda. Harada keçirildi? Bakıda. Bu qurultayda Məmməd Əmin Rəsulda çıxış eləyir. Nə çıxış edir? Deyir ki, müsəlmanlara Rusiya nə verməlidir? Muxtariyyət verməlidir. Demək, muxtariyyət çıxış edir. Kim? Rəsulzadə. Bunu bildik. Aydındır. Onsuz da bizim partiyalarımızın məqsədlərindən bir də muxtariyyət idi. Bunu bilirik biz. Rusiya müsəlmanların qurultayı isə 1917-ci ilin mayında keçirilir Moskvada. Sonra testdə sual düşsə ki, Moskva qurultayı nə vaxtdır Rusiya müsəlmanları? Deyirsiniz 1917 mayında. Bu qurultada müsəlmanlar yenə müsəlmanlara muxtariyyət verilməsi tələbini irəli sürürlər. Bu da aydındır. Müsəlman qurultaylarını da bildik. Və dərsin son pilləsini sizə izah edirəm. Son mərhələsini sizə izah edəcəm. Qulaq asın bura. Demək olar, fevral inqilabından sonra biz Rusiya üçün nəticəsini bildik. Azərbaycanda baş verən prosesləri bildik. Azərbaycan hansı regionun tərkibindədir? Hal-hazırda biz hansı regiondayıq? Qafqaz regionunda. Azərbaycan Cənubi Qafqaz regionu deyil. Cənubi Qafqazda Azərbaycandan başqa hansı dövlətlər var? Gürcüstan, Ermənistan. Düzdürmü? Baxaq görək fevral inqilabından sonra Qafqazın idarəçiliyi necə olub? Qafqaz necə idarə olunub? Bunu da bilmək lazımdır. Fevral inqilabından sonra 1917-ci ilin 9 mart tarixində, ya hadisəyə çox yaxındır ya. 2 mart demişəm, 4 mart, 6 mart, 9 mart, 27 mart, martın sonu bunları saxlamaq lazımdır. O 9 mart tarixində Cənubi Qafqazda belə bir dənə qulaq asın, belə bir dənə idarəçilik olur. Cənubi Qafqaz xüsusi Cənubi Qafqaz komitəsi. Burada açar söz komitə sözüdür. Cənubi Qafqaz komitəsi. 9 martda yanı. Tərkibində bir nəfər Azərbaycanlı var idi. 4-cü Dumanın deputatı kim idi? Bir nəfər Azərbaycanlı var idi 4-cü Dumada. Kim idi? Məmməd Yusif Cəfərov. Komitədə bir nəfər Azərbaycanlı var idi. Məmməd Yusif Cəfərov. Sonra komitə 9 martdan oktyabra kimi fəaliyyət göstərib. Sual düşür. Bəs komitə hansı təşkilatın ləğvi nəticəsində? Baxın, kim mənə deyər? Məntiqli uşaqlar buna cavab verə biləcəklər. Kim mənə deyər? Cənubi Qafqaz komitəsi yaranmamışdan əvvəl Qafqazı hansı təşkilat idarə eləyirdi? Kim deyər bunu mənə? Qafqazı komitədən əvvəl hansı təşkilat idarə eləyirdi? Canişinlik. Qafqaz canişinliyi 1844-də yaranmışdı, 83-də ləğv edilmişdi. 1905-də təzədən bərpa olunmuşdu. Bir də Qafqaz canişinliyi 9 martda ləğv edilir. Cənubi Qafqaz canişinliyi. Qafqaz canişinliyinin ləğv olunması nəticəsində komitə yaradılır. 9 martda. Qafqazı başlayır nə idarə eləməyə? Komitə başlayır idarə eləməyə. Bu fevral inqilabın Azərbaycan üçün, Rusiya üçün, Qafqaz üçün nəticədir. Danışaq indi 2-ci inqilabdan, oktyabr çevrilişi. Bu qısadır. 2 cümləni yekunlaşdıracağım bunu. Sonra, tezdən sual düşür ki, bəs oktyabr çevrilişinin nəticələri necə oldu Azərbaycan və Qafqaz üçün? Qulaq asın, yekunlaşdırırıq.
Oktyabr çevrilişindən danışdıq. Danışırıq indi fevral inqilabından danışırıq indi oktyabr çevrilişindən. Məlum məsələdir. Bu çevriliş də 1917-ci ildə olub. Bu məlum məsələdir. Sonra oktyabr çevrilişini Rusiyada fəaliyyət göstərən Bolşevik partiyası həyata keçirdib. Bu partiyanın da rəhbəri Lenin idi. Demək, oktyabr çevrilişini hansı partiya törədib? Bolşevik partiyası. Rəhbəri kim idi? Lenin idi, bəli. Sonra diqqətli olun indi bura. İndi sizcə Bolşeviklərin bu çevrilişinin nəticəsi nə olub? Oktyabr çevrilişinin nəticəsindən Rusiyada belə bir dənə hökumət qurulub. Adı bu cürdür. Sovet hökuməti. Demək, Bolşeviklər hansı hökuməti qurdular? Sovet hökumətini. Sovet hökuməti də nə vaxt quruldu? Çevriliş nə vaxt olmuşdu? 25 oktyabrda. İndi siz bir də mənə məntiqlə cavab verin də görüm, hə? Bu çevrilişi Bakıda olan hansı qüvvələr dəstəkləyərlər? Bu çevrilişi Bakıda kimlər? Tabii ki, Bakıda olan bizim düşmənlərimiz var idi ya. Bolşeviklər, menşeviklər, daşlar. Onlar bu çevrilişi dəstəklədilər. Və bu çevriliş olan əl-qolunu açdı. Çünki Lenin və partiyası, Bolşevik partiyası Bakıda olan bizim düşmənlərimizi dəstəkləyirdi ona görə. Və bu çevriliş nəticəsində Bakı Soveti nə edir bilirsiniz? Bakı Soveti. Bakı Soveti 1917-ci ilin 2 noyabr tarixində Bakıda Sovet hakimiyyətin elan eləyir. Bütün Bakıda Sovet hakimiyyəti elan edilir. Bizə əks bir şeydir. Bununla da kifayətlənməyən Bakı Soveti nə edir? 20 gündən sonra 22 noyabr tarixində İTİK ləğv edilir. İTİK hansı inqilabdan sonra yaradılmışdı? Fevral inqilabından sonra. Şunlar, hər təzə baş vermiş bir inqilab köhnə inqilabın meyvələrini yiyir. Yəni, o fevral inqilabından sonra baş verən, yaradılan bir şeylər oktyabr çevrilişindən sonra ləğv edilib. Bu da belə. İTİK fevral inqilabından sonra meydana gəlmişdi. Oktyabr çevrilişindən sonra İTİK ləğv edildi Bakıda. Bunu bildik. Axırıncı cümləm. Eşunlaşdırdım. İndi qulaq asın mənə. Sizə bir dənə ev tapşırığı verirəm nə? Özünüz oxuyacaqsınız bunu və eşunlaşdırıram dərsi. Oktyabr çevrilişi baş verən vaxtda Azərbaycanda əyləşin. Əyləş. Azərbaycanda Musavat Partiyası Bakıda öz qurultayını keçirdib. Qurultay nə vaxt keçirilib? Qurultayda hansı qərarlar qəbul edilib? Bunu özünüz oxuyacaqsınız. Bunu demirəm. İndi qulaq asın. Baxaq görək ki, oktyabr çevrilişindən sonra Qafqaz necə idarə edilib? Cənubi Qafqaz. Biz fevral inqilabından sonra dedik ki, Qafqazda hansı təşkilat quruldu? Komitə, düzdür? Şuna, oktyabr çevrilişindən sonra Qafqazda Cənubi Qafqaz komissarlığı yaradıldı. Burada açarsız komissarlıq sözüdür. Nə vaxt yaradıldı bu komissarlıq? 11 noyabrda. Nə vaxta kimi fəaliyyət göstərib? 1918-10 fevrala qədər. Artıq oktyabr çevrilişindən sonra Qafqazda hansı təşkilat ediləcək? Komissarlıq. Komissarlığı yəni tərkibində 3 dənə qüvvələri var idi. Azərbaycanlılar, ermənilər və gürcülər. Yenə də Qafqazda olan 3 dənə xalq bu komissarlığı təmsil olunurdu. İndi qulaq asın. Testdən sual düşür ki, komissarlıqda bu qüvvələrin say tərkibi necə idi? Bərabər idi. Amma əslində Azərbaycanlıların sayı çox olmaz. Çünki Azərbaycan xalqının sayı çox da Qafqazda. Biz daha çox nümayəndə göndərməliydik, amma komissarlıqda sayılarımız eyni idi. Azərbaycanlıların da, ermənilərin, gürcülərin nümayəndələrinin sayı eyni idi. Şöyle komissarlıq öz işinə Osmanlı ilə danışıqlarla başlayır. 5 dekabrda komissarlıq Osmanlı ilə belə bir dənə müqavilə imzalanır. Erzincan müqaviləsi. 5 dekabr 17-ci ildə. Müqavilənin şərtləri bu idi ki, Qafqazda hərbi əməliyyatlar dayanırdı. Sual verə bilərsin müəllim, nə hərbi əməliyyat? Axı müharibə yox idi, var idi. Axı bu baş verən proseslər dövründə bütün dünyada müharibə gedirdi, 1-ci Dünya müharibəsi. 14-18 deyildi. Və bu müqavilə əslində Qafqazda hərbi əməliyyatlar dayanırdı və Rus əsgərləri Qafqazdan, Şərqi Anadoludan geri qayıtmalıydılar. İndi qulaq asın. Bu müqavilənin axırıncı cümləm. Bu müqavilədən sonra komissarlıq belə bir qərar verir ki, geri qayıdan Rus əsgərləri öz silahlarını versinlər bölgə xalqlarına, Azərbaycanlılara, gürcülərə və ermənilərə. Amma qulaq asın, nə baş verir? Şərqi Anadoludan geri qayıdan Rus əsgərləri öz silahlarını Azərbaycanlılara vermirlər, erməni və gürcülərə verirlər. Niyə? Çünki Azərbaycanlılar müsəlman idi, bunlar isə xristiyan idilər. Din söhbətinə görə Azərbaycanlılara silah vermirlər. Və ona görə də Azərbaycanlılar öz ordularını qurmada çətinlik çəkirlər.
Əliağa Şıxlinskiyə həmin vaxt tapşırılmışdı Azərbaycan ordusunun qurulması. Yazıq Əliağa Şıxlinski öz Azərbaycan ordusunu qura bilmirdi. Niyə qura bilmirdi? Çünki silah yox idi. Geri qayıdan Rus əsgərləri də silahlarını bizə vermirdi. Amma ermənilər, gürcülər tezbaca öz ordularını qurdular. Və Azərbaycan həmin dövrdə belə bir dənə problemlə üzləşmişdi. Və Azərbaycanlar gördülər ki, silah vermir Ruslar, nə edirdilər? Məcburi surətdə gedirlər Ruslara təchizat edirdilər və silahlarını əllərinə alırlar. Məsələn, belə bir dənə hadisə var, Şəmkir hadisələri 1918-ci yanvar ayında. Şəmkirdə geri qayıdan Rus əsgərlərə qatara minərkən deyirlər ki, bizə silahlarımızı verin. Ruslar silah verməyiblər. Azərbaycanlar da məcburi təchizat edib, onlar vurublar, nə bilim, atışma olub, toqquşma olub. Güzbalayla olan silahlarını Allahın əlinə alıblar. Çünki qərar var ki, silahlarını verməliydilər. Məsələn, Şəmkir hadisələrini oxuyacaqsınız. Aydındır, dərsiniz bu qədər. İnşallah növbəti dərsdə Allahın izni ilə görüşərik. Söndürə bilər.